İlk sualdan 46-cı sualdan etibarən başlayaq. Baxın dostlar, bizə bir kub verilib. Həmin kubun açılışı hansı ola bilməz onu soruşur. Yəni ola bilməyənlər lazımdır mənə. İlk olaraq bunun mən qalınlığını biraz azaldacağım, daha rahat həll eləyə bilək deyə. Baxın dostlar, fikir verin. Bizdə necədir vəziyyət? 2 dənə üçbucaqlı üs bir tərəfdə birləşiblər. Digərlərinə baxın, hər birinin iti bucaq hissəsi isə yuxarıdakının düz bucağı ilə birləşib. Yəni bunu sırf şəkillərin münasibəti ilə həll eləmiş olacaq. Baxın dostlar, məsələn, əslində birə-bir görmək olur ki, B variantı buna uyğun ola bilməz. Niyə? Baxın, ilk olaraq, məsələn, bu üstəkin yavaş-yavaş bu tərəfə doğru gətirsək. Baxın, bu hissəsi gəlib yapışacaq bura. Yəni bunu sağa doğru döndərməliyəm. Sağa doğru döndərəndə baxın, bu vəziyyət yaranacaq. Sonra fikir verin, bir dəfə də gəlin döndərək, bir dəfə də döndərsəm dostlar, artıq bu vəziyyət yaranmış olacaq. Fikir verin, heç bir dönmə halında gəlib bizdə hər hansı 2 dənə üçbucaq eyni bir tərəfdə oturmadı. Yəni tərəf-tərəfə birləşməlidir. Sırf o birləşmə olmadığına görə siz heç vaxt B variantını həmin bu kuba uyğun gələ biləcəyini düşünə bilmərsiniz. Ona görə cavab olur B. Məsələn, niyə A olur? Baxın, siz bunu bu tərəfə birləşdirsəz, yəni 4 dənə yan üz yaratmalısınız ki, necədir bizdə kubun orijinal açılış variantı? 4 dənə yan üz olur, bir qapaq yuxarıda, bir qapaq aşağıda. Yəni bu vəziyyətə gətirə bilsəz, onun üçün götürürsünüz bu altdakı üçbucağı yuxarı qaldırırsınız. Baxın, bu tərəfi ilə bu tərəfi birləşir deyə. Olur bu vəziyyətdə. Bu üstdəki üçbucağı da baxın, bu tərəflə bu tərəf birləşdiyinə görə aşağıya doğru çəkirsiniz. Fikir versəz, 4 dənə təməl yan üz yaranmış oldu. Bir qapaq yuxarıda, bir qapaq aşağıda yaranır. Deyə bilərsiniz, burada da tərəf-tərəf oturmayıb baxın hər hansı bir üçbucaqlar. Amma oturub, necə? Fikir verin, mən baxın, bunun, bilirəm ki, bu tərəfi burayı da birləşib. Bunu bir dəfə döndərsəm bu tərəfə, gəlib baxın, bu vəziyyətdə yaranacaq. Fikir verin, artıq görə bilirəm ki, həmin bu üçbucaqlarımın tərəfləri üst-üstə düşüb. Və baxın, vəziyyəti yaradıram. Bunun üzərində bu üçbucaq olanda sağda bu biri üçbucaq yerləşməlidir. Baxın, diqqətlə baxaq və yaxud da belə fikir verək. Məsələn, bunun üzərində bu üçbucaq olanda sol tərəfdə bu üz yerləşməlidir. Baxın, sağ tərəfdən baxıram. Bunun üzərində fikir verin. Bu üçbucaq olanda sol tərəfdə həqiqətən fikir verirəm ki, aşağıdakı üçbucaq yerləşir. Yəni, tamamilə istədiyim kimidir. Tərəf-tərəfə də birləşiblər. Sonra hər ikisinin iti ucu fikir verin düz bucağına birləşib. Burada da hər ikisinin baxın bu iti ucu bunun düz bucağına birləşib. Yəni, tamamilə istədiyim kimidir. Yəni, götürün sadəcə həmin bu buradakı şəkillərin münasibəti necədirsə, o tərzdə variantları axtarın. Elə də əmin olun ki, 100% cavaba çıxarsınız. Hətta qəbula düşmüş versiyalarında da bu şəkildə nə qədər sualı həll eləmiş olarsınız. Məsələn, C variantı niyə olur? Tamamilə istədiyim kimidir. İkisi tərəf-tərəfə birləşib və hər ikisinin fikir verin, iti bucağı digərinin düz bucağı ilə birləşib. Sonra məsələn, D variantında da eynidir. Baxın, hər ikisi tərəf-tərəfə birləşib. Bunu indi aşağıya doğru gətirsəm, baxın, bu tərəfi oturacaq burada. Olacaq bu vəziyyətdə. İlk olaraq bu vəziyyətdə yaradaq. Çəkək, bir dənə bunu, aha, belə qəşəkdir. Sonra baxın dostlar, bunu bir dəfə də döndərsəm, döndərməyə heç gərək yoxdur əslində, amma yenə də döndərsəm, baxın, bunun bu tərəfi oturacaq burada. Otursa, baxın, bu vəziyyət yaranacaq. Baxın, fikir verin, hər ikisini fikir versək, buradakı, baxın, iti bucağı bunun düz bucağına birləşib. Deməli, D variantda istədiyim kimidir. Y variantında da, baxın, götürün, bunu çəkin bu tərəfə, olduğu kimi. Niyə? Baxın, bunun bu tərəfi gəlir, bunun bu tərəfi ilə birləşir. Qırmızı ilə göstərək, daha yaxşı görək. Baxın, bunun bu tərəfi ilə birləşəcək bağlayanda. Ona görə bunu olduğu kimi axırıncını kəsib qoyursunuz bura. Olduğu kimi kəsib qoyanda, baxın, bu vəziyyət yaranmış olur. Fikir verəm ki, hər ikisinin ortaq tərəf var. Buradakı şəkildəki kimi. Və baxın, hər ikisinin fikir versək, iti bucağı bu birinin düz bucağına birləşib. Yəni, tamamilə yuxarıdakı şəkil kimidir. Yəni, Y variantıdır, D variantıdır, C variantıdır, A variantıdır. Ola bilir, B variantı isə heç vaxt ola bilməz. Yəni, əslində fikir versək, sualı tez bir zamanda elə B variantı kimi tapdım. Cəmi 20-25 saniyə həll eləmək olar. Sadəcə, hamısında vəziyyət necədir bilməyiniz üçün mən hamısını izah elədim, bütün variantların. Siz amma əmin olun ki, bu qəbula düşsə, bunu tezliklə 1 dəqiqə ərzində, hətta 1 dəqiqədən daha tez şəkildə yazmış olacaqsınız. 47 məsələn, 47-ci sualda maraqlı suallardan biridir. Burada götürür, hər bir sətirdə rəqəmləri cəmləyir.
Bunun cəmi 17. Bununki 16. 15, 14, 13, 12, 11. Fikir verin. Rəqəmləri cəmi bir azalır. Və fikir verin bizdən nə soruşur? Aşağıdakı sətirlərdən hansında qalına uyğunluq pozulur? Bizə pozulan lazımdır. Görürəm ki, bu birincidə pozulma yoxdur. Bunun biraz da qalınlığını azaldaq, daha rahat görək deyə. İkinci sətrə baxıram. Rəqəmlər cəmi 11, 10, 9, 8, 7, 6, 5. Görürəm ki, burada da bir azalır. Pozulmur. Üçüncüyə baxıram. Rəqəmlər cəmi 15, 14, 13, 12, 11, 10 və 9. Yenə fikir verin, bir azalır. Qanuna uyğunluq pozulmayıb. Rəqəmlər cəmi baxıram 7, 6, 5, 4, 3, 2, 1. Fikir verin, burada da bir azalır. Rəqəmlər cəmi ardıcılı şəkildə davam edir. Burada da qanuna uyğunluq pozulmur. Avtomatik geriyə deməli Y variantı qalır, orada qanuna uyğunluq pozulur. Niyə? Fikir verin, rəqəmlər cəmi 10. Burada da 10'dur. Burada 8, burada 7, burada 6, burada 5, burada 4. Fikir verin. Gəlir burada 55 qanuna uyğunluğu pozur. Burada rəqəmlər cəmi 9 olmalıydı ki, ardıcıl şəkildə düzülə bilsin. Deməli, bizdə sıranı pozan Y variantı imiş. Yəni 5. Keçik 48-ə. Kollecdə X ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinin sayının 1-ci kurs tələbələrinin sayına nisbəti 3/5, 1-ci kurs tələbələrinin 2-ci kurs tələbələrinin nisbəti isə 6/5 kimidir. Bu 3 kursda ixtisas üzrə təhsil alan tələbələrin sayı 100 aşmırsa, 3 kursda cəmilikdə neçə tələbə təhsil alır? Baxın dostlar, bizdə deməli 3 kurs var. 1-ci kurs, 2-ci kurs və 3-cü kurs. 1-ci kursumuz olsun, gəlin X. 2-ci kursumuz olsun T, 3-cü kursumuz olsun Y. Baxıram ki, 3-cü kurs tələbələrinin sayının 1-ci kurs tələbələrinin sayına nisbəti 3/5'dir. 3-cü kursun tələbələrinin sayının 1-ci kursun tələbələrinin sayına nisbəti, yəni Y/X bərabər olmalıdır 3/5'e. Buradan da nə çıxır? 5Y bərabərdir 3X. Sonra deyir ki, 1-ci kurs tələbələrinin 2-ci kurs tələbələrlə nisbəti 6/5 kimidir. 1-ci kurs tələbələr X-dir, 2-ci kurs tələbələrlə nisbəti, yəni X bölünsün T bərabər olmalıdır nəyə? 6/5'e. Buradan da çıxır ki, 5X bərabərdir 6-dır. Necə? Çarpaz vururuq bir-birinə deyə. Fikir verin, 2 dənə nə alındı bizdə? Tənlik alındı. Fikir verin, 2 dənə tənlik alındı. Baxın, bu tipli suallarda sadə şəkildə düşünərsiniz. Baxın, hər ikisi tərəfdə X ilə ifadə olunma var. X ilə ifadə olunma var deyə biz birinci çalışmalıyıq ki, hamısını elə X ilə ifadə eləyək və rahatlıqla bir dənə dəyişənə gətirə bilək. Baxın, buradan məsələn çıxara bilərsiniz ki, Y bərabərdir 5'də 3X. Nə bilim, buradan da çıxara bilərsiniz. T bərabərdir nəyə? T də bərabərdir 6'da 5X-ə. Baxın, bunları çıxara bilirsiniz rahatlıqla. İndi Y-i də, T-ni də X-dən əvəzlədim. Bəs indi mən X-ə hansı qiymətləri verməliyəm ki, gəlib buradakı həqiqətən vəziyyət yaranmış ola bilsin. Məsələn, X-ə gəlib mən heç vaxt 5 qiymətini verə bilmərəm. Niyə? Çünki, baxın, 5 qiymətini versəm, 5 vurursun, 5'də 3, aha, verəcək mənə 3 sayını. Amma baxın, X-ə 5 versəm, 5 vur, 5/6. 20 bölünsün 6 eləyir. Tam ədəd alınmır. Baxın, biz tam ədəd alınmağı üçün burada görürük ki, X-imiz 5'ə bölünməlidir. Burada da X-imiz 6'ya bölünən bir ədəd olmalıdır. X-in həm 5'ə, həm də 6'ya bölünən bir ədəd olması üçün X 30 olmalıdır. Çünki 30 da 5'ə bölünür, 30 da 6'ya bölünür. Yəni ortaq bölünən lazımdır bizə. Ən kiçik ortaq bölünəndə 30 olur. Deməli, X 30 olsa görək vəziyyət nədir? Bir dənə X 30'umuzu verək. X 30 tutaq ki. X 30 olanda görürəm ki, mənim bu. Y-im 5'də 3 X imiş. X-in yerinə indi 30'u qoyuram. 5'də 3 vurursun 30. 30 böləndə 5'ə 6 eləyir. 3 vur 6 18 eləyir. Y-im olur 18. Məsələn, T'miz də 6'da 5 neymiş? X imiş. X'in yerinə yenə 30 qoyuram. 6'da 5 vurursun 30. 30'dan 6 gedir. 36'ya böləndə 5. 5 vur 5 verir 25'i. T'miz olur 25. Baxıram ki, cəm 30 plus 18 plus 25 verir mənə 73 qiymətin. Deməli, hər biri X-də, Y-də, T-də tam ədəd aldı.
Tam ədəd alandan sonra da cəmi 100 aşmadı deyə 73 ola bilər. Bəs məsələn x tutaq ki 30 olmasın. 30-dan başqa hansı qiymətləri alacaq? 30-un misillərini. 30, 60, 90 belə. Amma siz adi bir dənə 60-ı yoxlasaz, tutaq ki x-in yerində x olsun 60. Bunu nümunə üçün deyirəm ki, niyə səhvdir? X 60 olsa, baxın, 5-də 3-ü 60-a vuranda, baxın, 60 ilə 5 getir, 12, 3 sonra 12 verəcək 36 qiymətini. İndi t-nin də qiyməti nə idi? 6-da 5, x 6-da 5 vurasın 60, 60-ı 6-ya böləndə 10, 10 vur 5 verəcək mənə 50 qiyməti. Baxın, bu cəm 36, 50, 86, bu da 60 verəcək mənə 146 qiymətini. Fikir verin, 100'ü aşdı. Amma bizdə deyir ki, bu 3 kursda ümumilikdə təhsil alanların sayı 100'ü aşmamalıdır. 100'ü aşır deyə 146 ola bilmir. Yəni x də 60 ola bilmir. Elə 73 A variantı uyğun gələcək. Yəni əsas məsələ birinci olaraq dedikləri şey tənlik kimi yaradın. Yəni o nisbətləri yaradın. Nisbətləri yaratdıq necə elədik? Birinci y-in x-ə nisbəti, yəni 3-cü kursdakıların sayının, birinci kursdakıların sayının nisbəti 3/5'dir. Sonra birinci kursdakıların sayının, ikinci kursdakıların sayının nisbəti 5/6'dır. Buradan da çıxartdıq ki 5/6 yox, daha doğrusu 6/5'dir. Aha, buradan da çıxartdıq ki 5x bərabər 6t. Fikir verin, həm y-i, həm də x-i, t-ni daha doğrusu sonra biz nəyindən ifadə elədik? X-lə. Çünki bir dəyişinə gətirəndə daha rahat olur. Baxdım ki, mənim y-im 5-də 3x oldu, t də 6-da 5x oldu. Sonra x-in yerinə artıq. Heç ehtiyac yoxdur bir də, nə bilim, burada uzun-uzadı tənliklər eləməyə. Sadəcə x-in yerinə qiymətlər qoymaya çalışdım. O qiymət də necə qoyacaqdım? Baxın, x həm burada 5-ə bölünən ədəd olmalıdır, həm də 6-ya bölünən ədəd olmalıdır ki, tam bir ədəd əldə edə bilim. Ona görə x-i 5 və 6-ya bölünən ən kiçik orta bölünən kimi düşündüm. 5 ilə 6-nın hər ikisinin bölündüyü ədəd 30'dur. Sonra 30'un misilləri 60, 90 və s. Amma elə ən kiçik 30'u qoysaz artıq cavabınız çıxır. 30 qoyanda x-imiz 30, y-imiz 5'də 3 vurulsun 30 oldu bir dəfəlik 18, t-miz də oldu bir dəfəlik 6'da 5 vurulsun 30, 25 qiyməti. Artıq onları tapıb sadəcə toplamaq lazım idi. O da verdi bizə A variantını. Keçirik 49'a. 49-cu sual tipində götürün, istəsəz bir-bir baxın, istəsəz isə bütöv şəkildə çəkin, o şəkildə cavabı təyin edin. İlk olaraq baxın, mən sərhəd xəttlərini çəkirəm. İçəridəkiləri ən sonda çəkəcəm. Məsələn, birinci nöqtəyə əsasən baxıram. Nöqtədən sol tərəfdə baxın, bunun üzərinə çəkəcəm. Nöqtədən sol tərəfə belə bir xətt uzanır. Həmin xətti çəkdim. Sonra baxıram ki, belə bir şey olmalıdır bizdə. Baxıram ki, sonra baxıram çöl tərəfdə belə bir xətt olmalıdır. Sonra baxaq, bizdə belə bir xətt var. Məsələn, bunu çəkdim. Və baxıram ki, məsələn, görürəm, içəridə belə bir uzun xətt yerləşməlidir. Bir dənəsi də burada yerləşir. Baxın, bu kənardakı xəttlərlə olan işim. İndi içəridəki xəttlərə baxıram. Məsələn, görürəm ki, belə bir qoç buynuzuna oxşayan bir şəkil var. Həmin baxın, şəkil çəkirəm burada. O hissədə yerləşdi. Sonra baxıram, bizdə bir dənə belə bir yarım çevrə var bu hissədə. Həmin yarım çevrəni də çəkdim. Sonra görürəm ki, ortada belə bir x-ə bənzər simvol olmalıdır və ən sonda isə bu hissələr uyğun gələcək. Baxın, başqa qaldı mı? Bir dənə də bu hissə qaldı, dostlar. Həmin hissəni də çəkirəm. Həmin hissəni də çəkdim, bu şəkil əmələ gəldi. Baxın dostlar, indi bu şəkli mən burada tamamlayacağım. Amma tamamlayanda hissə gedəcəm. Məsələn, görürəm ki, bizdə çərçivəsi olmalıdır. Deməli, bu xətt mütləq yerləşəcək. Baxıram, bütün variantlarda var. Sonra görürəm ki, məsələn, baxaq, aşağıda belə bir xəttimizdə yerləşməlidir. Baxıram ki, hamısında variantlarda var. Sonra baxaq, başqa nəyimiz yoxdur. Baxın, belə bir xəttimiz yoxdur, həmin xətti çəkirəm. Sonra görürəm ki, çöl tərəfdə baxın, bir dənə də belə bir xəttimiz yox idi. Baxın, çöl tərəfi birinci bitirdim. Çöl tərəfə görə variant ata bilməsəm belə, ən azından hissə gedəndə daha rahat olur. Sonra içəridə görürəm ki, bu yekə xəttim mütləq yerləşməlidir. Çəkdim və hamısında var. Bu yekə xəttimi də çəkdim, hamısında var. İndi artıq keçək sadəcə xırda şəkillərə. Məsələn, görürəm ki, ortada bizdə belə bir hal olmalıdır. Baxın, ortada elə hal olmaq üçün belə bir qoç buynuzu yerləşməlidir. Fikir verirəm ki, hamısını da yerləşdiriblər, sağ olsunlar. Sonra qoç buynuzu yerləşdirindən əlavə görürəm ki, baxın, burada bir dənə bunun bu hissəsi yetişmir, çatmır. Baxın, C variantında həmin hissəni verilib. B variantında fikir verin, əlavə olaraq başqa bir xətt də var.
bu xətt varsa, mövcuddursa, bir də onu çəkməyə gərək yoxdur. Ümumiyyətlə, olan xəttləri çəkməyə gərək yoxdur. Ona görə B variantında atırsınız. Qalır 3 dənə variant. Sonra məsələn aşağıda görürəm ki, burada da belə bir hissə əmələ gəlməlidir. Hamısında var. Baxaq. Sonra məndə diqqətlə baxsaq, bura bu şəkildə tamamlanmalıdır. Həmin şəkildə tamamlayandan sonra altında da belə bir yarım çevrəsi əski idi. Həmin yarım çevrəni çəkdim. Baxın, A variantına fikir verin, sanki onun bir tərəfini verməyib. Biz yarım çevrəni bütöv şəkildə çəkdik, amma A variantında onun bu hissəsi verilməmişdi. A-nı atdıq. Sonra B variantı, Y variantında isə baxın bu hissəsi verilməmişdi. Fikir verin, biz həmin hissəni də çəkdik. Y variantında atdıq. Qaldı cavab kimi D variantı. Yəni bu şəkildə diqqətlicə, bəzən xəttlər həqiqətən çox çaşdırıcı ola bilir. Sadəcə qarışıq olanda hissə isə yavaş-yavaş çəkin ki, sizin üçün daha sadə, daha rahat ola bilsin. Keçək 50-yə. 50-də görək, qanuna uyğunluğu müəyyən edib sual işarəsinin yerinə hansı ədəd uyğun gələr, onu müəyyənləşdirik. Burada ilk olaraq deyim ki, bu hissədə 67 qiymət olmalıdır. Səbəbini də deyəcəm. Baxın dostlar, hər bir sətirdə hər bir rəqəmlə istifadə olunub. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 1-dən 9-a kimi bütün rəqəmləri görürük. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1, 2, 3, 4, 5, 6. Burada 5'in yerinə 7 olmalıdır. 7, 8, 9. İndi burada da görürəm ki, 1 var, 2 var, 3 var, 4 var, 5 var, 6 var, 7 var. Baxıram ki, 9 da var, amma çatışmayan 8'dir. Deməli, bizə 8 lazımdır. Ona görə cavab oldu B. 51'ə keçirik. Cəld sözləri qeyd edəcəm ki, görün nədir? Baxın, buradakı söz simmetriya. Baxıram, buradakı söz ampermetr. Burada baxaq söz barometr. Buradakı söz termometr. Buradakı söz ohmmetr. Baxın, hamısı cihazdır bunları. Üstdəki isə A variantı isə cihaz deyil. Simmetriya zaten bilirik nədir. Keçək 52-ci suala. 52-də deyir ki, Murada Malik Data Analytics kitabını 1-dən başlayaraq 135'ə kimi nömrələyiblər. 1-dən 135'ə kimi. 1-dən 135'ə kimi bilirəm ki, bizdə 1 rəqəmlər, 2 rəqəmlər və 3 rəqəmlər iştirak edir. Baxın, bizə əsas 1-dən 99'a kimi, bir də 100-dən 135'ə kimi parçalamaq lazımdır. Hətta saxlayın, hər bir 1-dən 99'a kimi ədədlərdə bizdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 yazaq. Bu qədər rəqəm var. Yəni bu rəqəmlərdən düzəlir. Yadda saxlayın, hər bir ədəddən 20 dəfə istifadə olunur. Hər birindən 20 dəfə istifadə olunur. Amma bir dənə sıfırdan cəmi 9 ədəd istifadə olunacaq. Yəni niyə? Baxın, 10'da var, 20'də var, 30'da var, 40'da var, 50'də var, 60'da var, 70'də var, 80'də var, 90'da var. Cəmi 9'unda var. Amma qalan hamısı 20 dəfə istifadə olunur. Yəni 1.99 arasında ümumilikdə 189 dənə rəqəm istifadə olunub. Bunu bir mənalı olaraq yadda saxlayaq. Amma neçə ədədin yazılışında 1, neçə ədədin yazılışında 2 var desə, burada artıq bir vahid azını götürəcək. 19 ədədin yazılışında 1 var, 19 ədədin yazılışında 2, 19'unda 3, 19'unda 4, 19'unda 5, 19'unda 6, 19'unda 7, 19'unda 8, 19'unda 9, elə 9'unda da 0 var. Yəni, əsas olaraq bunu izahdan da mütləq şəkildə öyrənin, bizə lazım olacaq hissələr bunlardır. İndi deyir ki, bu kitabı 1-dən 135'ə kimi nömrələyiblər. Bu zaman, indi diqqətlicə oxuyaq. Deyir ki, 8 rəqəminin istifadə edildiyi ədədlərinin sayı A ilə ifadə olunub. Baxın, 8 rəqəminin istifadə edildiyi ədədlər. 8 neçə ədədin tərkibində iştirak edib. Bizə o lazımdır. Demir neçə dəfə 8 istifadə olunub. Deyir, neçə ədəddə 8 istifadə olunub. Neçə ədəddə 8 istifadə olunduğunu bizə bildirirsə, onda yadda saxlayın. 1.99 aralığında 19 dənə ədəddə 8 yerləşib. İstəsəz həmin ədədləri qeyd eləyək. 8, 18, 28, 38, 48, 58. Hətta yazaq 8, 18, 28, 38, 48, 58, 68, 78, 80, 81, 82,
83, 84, 85. Sonra 85'i bir dənə qəşəng yazım 86, 87, 88, 89, 98. Baxın, birdən 99 kimi ədədlərdən 19-unda 8 istifadə olunur. Niyə 88-i bir dəfə sayarıq? Çünki 88 dostlar 88 bir dənə ədəddir. Bir dənə ədədin tərkibində 8 istifadə olunub. Sizə desəydi neçə dəfə 8-dən istifadə olunub, onda 88-i 2 dəfə sayacaqdınız və bu say 19 yox 20 olacaqdı. İndi bu bizdə neçə ədədin tərkibində 8 istəyir deyə 1-dən 99-a qədər olan aralıqda 19 dənə ədədin tərkibində 8 var. Bəs 100-dən geriyə qalan 135 aralığında neçə dənə ədədin tərkibində 8 var? Baxın 108-dir, 118-dir, 128-dir. Ümumi neçə oldu? 3 dənə də burada. 3, 19. Ümumi verdi mənə. Deməli 22 dənə ədəddə 1-dən 135-ə kimi 8 ədədindən istifadə olunur. Deməli A oldu 22. Niyə? Çünki bizdə bu ədədlərin sayını deyir A ilə ifadə elə. Deyir ki, indi istifadə olunan sıfırların sayını B kimi düşünün. 1-dən 135-ə kimi ədədlərdən sıfırdan istifadə olunan sıfırların sayı neçə olur? Yadda saxlamayaq nə dedik? 1-dən 99-a kimi olan aralıqda istifadə olunan sıfırların sayı 9 dənədir. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90. Bəs 100-dən 135-ə kimi aralıqda fikir verin 100, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 120 və 130 ədədlərində istifadə olunur. Sadəcə burada bizdə istifadə olunan sıfırların sayını istəyir. İstifadə olunan sıfırların sayını istəyir deyə 100 artıq 2 dəfə sayacağım. Çünki tərkibində 2 dənə sıfır istifadə olunur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə də burada eləyir. 14, bu da 9. Ümumi nə elədi? 23 elədi. Deməli, B-nin də qiyməti 23 oldu. İndi buna uyğun olaraq A və B arasındakı uyğunluğu müəyyən edək. Görürəm ki, A, B-dən bir vahid kiçikdir. Ona görə elə A variantı doğru cavab kimi olacaq. Keçirəm 53-ə. Qatılmış rəngi kağızda müxtəlif kəsiklər ediblər. Kağızı açın və açılışa uyğun variantı təyin edin. İlk olaraq kağızın qatlanma vəziyyətinə, ardıcılığına baxaq. Görürəm ki, ilk olaraq ən altdakı yuxarıya doğru qatlanıb, gəlib baxın bunun üzərinə düşüb. Sonra baxın, həmin bu hissə də fikir verin bir dəfə də sola doğru qatlanıb, gəlib ən sol tərəfdə yerləşiblər. Yəni bu dəqiqə kəsik baxın. Yəni ən axırıncı hissə baxın buradır. Yəni gəlib o hissədə müəyyən bir kəsiklər ediblər. İndi o kəsikləri eləməmişdən öncə ardıcılıq necə idi? Birinci bunu bura qatlamaq, bunu da bu tərəfə qatlamaq. İndi açanda isə tərsinə gedəcək. Götürürük birinci bunu bura doğru açırıq, sonra ən axırda isə bunu bu tərəfə doğru açacaq. İndi gəlin bu kəsiyi elə bu hissədə üzərində çəkək. Çəkəndə daha rahat tutarsınız. Çəksən baxın, bu gəlib bu vəziyyətdə bir dənə də şama bənzər fiqur burada yaranacaq. Baxın dostlar, bu xəttə görə nə olmalıdır? Buradakı ilə buradakı simmetrik olmalıdır. İndi həmin hissələri çəkək. Çəkəndə daha rahat görmüş olacaqsınız. Çəkirəm. Görürəm ki, mənim D və Y variantlarında problem var. Niyə? Baxın ilk olaraq, şam əgər güzgüyə bu nöqtədə baxırsa, onun güzgü əksi də həmin nöqtəyə baxmalıdır. Uzağa baxmamalıdır. Yeni atdınız. Y variantını atıram. Bir dənə qəşəngcə belə qaralayaq. D variantını da atıram. Niyə? Baxın, güzgünün ən sonunda belə bir kəsik varsa, burada da güzgünün ən sonunda eyni cür kəsik olmalıdır. Görürəm ki, D-da verməyib. D-ni da atdım. Onu da belə qaralayaq. Sonra A-nı saxlayıram, C-ni saxlayıram. Amma C-də də fikir verəm ki, əslində problem var. Niyə? Bu fikir verin, bu nöqtədə bura baxır. Amma bu şam bizdə yuxarıya baxır. C-ni də atdım. Baxın, hətta B-ni də atıram. Səbəbi, fikir verin, bizdə düz güzgü olan hissədə müəyyən bir kəsik yoxdur. Baxın, bu hissədə hər hansı bir yuxarı tərəflərində kəsik verilməyib. Amma baxın, B variantında burasında kəsik verilib. Verilib deyə bunu da atırsınız, qalır elə cavab kimi A variantı. Keçək növbəti suala. 54-cü sual üçün artıq mən bir dənə vərəqə çıxartmalıyam. Çünki yerim çatmayacaq bu sualı həll etmək üçün. Ona görə çıxaraq vərəqimizi. Qoyaq bir kənarda, indi başlayaq. Vay, nə vaxt bu qara idi, indi niyə ağardı?
Yəqin kimsə dark moddan çıxarıb. Başlayıram. Qırmızı rəng götürək. Kosmik stansiyaya ekspedisiya üçün 8 mütəxəssisdən 6-sını aeronavtika, kosmonavigasiya, biomexanika, energetika, səhiyyə və astrofizika sahələri üzrə seçmək lazımdır. Deməli, 8 nəfəri, 8 mütəxəssisi. Bu 6 dənə sahəyə seçmək lazımdır. Bəzi namizədlər bu ixtisaslardan ikisinə yiyələnsələr də uçuşun şərtləri eyni bir mütəxəssisə müxtəlif iş sahələrində çalışmaq üçün imkan vermir. İndi baxıram ki, aeronavtın öhdəliklərini Qasım və Namiq, yəni bunları artıq qeyd eləyə yazacağam ki, daha rahat tuta bilər. Yazaq. Biraz qalınlığın artırma gərək yoxdur, ya da belə yazaq. Aeronavt və bunun öhdəliyini bizdə kim götürür? Qasım və Natiq. Sonra deyir ki, kosmonavigatorun öhdəliklərini Kənan və Fidan. Kosmonav yazacağam, bilin ki, odur. Kənan və Fidan bu öhdəliyi deyir ki, mən götürəcəm. Biomexanikin öhdəliklərini deyir ki, Fidan və Namiq. Baxıram ki, bunun öhdəliklərini Fidan və Namiq götürmək istəyir. Sonra deyir, energetikin öhdəliklərini Davudla Leyla. Energetik yazıram və bunu Davud və Leyla götürmək istəyir. Sonra həkimin öhdəliklərini Davud və Hikmət. Həkim yazaq, yəni səhiyyə. Həkim bildiyimiz odur. Onu kim götürür? Davud və Hikmət. Davud, bir də Hikmət və ən sonda deyir, astrofizik nöqtələrini isə Veysel və Leyla götürmək istəyir. Astrofizik yazacağım, astrofizik. Bilin ki, odur. Bunu da Veysel və Leyla götürəcək. Veysel və Leyla. Deyir, indi bəzi mütəxəssislər bir-biri ilə küsülü olduqlarından bir komandada da getməyə razı olmayacaqlar. Belə ki, Namiq komandaya seçildiyi halda Fidan və Kənan getməyəcək, Veysel seçilsə Kənan getməyəcək. Bilirəm ki, indi qeyd eləməliyəm bunu. Namiq əgər seçilsə, bizdə Fidan və Kənan gedə bilməyəcək. Fidan, Kənan. Bəs amma deyir ki, bir də Veysel də getsə, onda Kənan gedə bilməyəcək. İndi bunlara əsasən biz müəyyənləşdirməliyik ki, cavabımız nədir? Bir dənə sadəcə burada Qasım və Namiqdir. Mən bura Natiq yazmışam. Niyə desəm? Namiq. Namiq. Belə yazaq, daha rahat tutaq deyə. Baxın dostlar. İlk olaraq burada açıq-aşkar bir dənə yer var ki, sırf ona görə mən heç vaxt Namiqi götürə bilmərəm. Niyə? Mən Namiqi götürsəm, Fidan və Kənan nə olacaq? Artıq ekspedisiyaya gəlmək istəməyəcək. Küsürlər çünki. Deyirlər ki, Namiq getdiyi halda Fidanla Kənan getməyəcək. Küsürlüdürlər. Baxın, Namiqi götürsəm, bunu indi nümunə üçün deyirəm. Namiqi götürdüm. Baxın, Namiqi götürsəm, Fidanla Kənan getməyəcək. Getməsə, baxın, avtomatik bizim bu kosmonavtikaya heç biri uyğun gəlmir. Deməli, Namiq mütləq şəkildə getməməlidir. Namiq olan variantları qəşəngcə belə silirik. Baxın, burada da var, buranı da silirəm. Burada da var, buranı da silirəm. Baxın, artıq cəmi 2 dənə variant qalır. A və Y variantları. Bilirəm ki, artıq mənim bu Namiq nədir? Getməyəcək. Baxıram ki, dostlar, Namiq getməsə, indi bunun üstündən xətt çəkirəm. Namiq getməsə. Bilirəm ki, artıq aeronav kimi Qasım olmalıdır. Qasım mütləq iştirak eləməlidir. Aeronavtımız deməli Qasım oldu. Və baxın, Namiq getməsə, biomexanika bir dənə Fidan qalır. Biomexanik kimi də kim gedəcək? Fidan gedəcək. Baxın, Fidanı buradan yığışdırsam, avtomatik kosmonavtik kimi də kim gedəcək? Kənan gedəcək. Baxın, artıq Qasım, Kənan, Fidan getməlidir. Görəm ki, hamısında Qasım, Kənan, Fidan var. Əla. Sonra keçək aşağıya doğru. Bu aşağıya doğru getsə, görün burada nəyi seçməliyəm. Avtomatik baxın, Kənan gedib. Kənan gedibsə, deməli, Veysel gedə bilməz. Niyə? Çünki biz dedik ki, Veysel gedən vaxtı Kənan gedə bilməz. Çünki Veysel və Kənan küsüldür. Mən Veyseldə seçsəm, Kənan mütləq şəkildə kosmonavtikaya gedir deyə. Avtomatik 2 dənə küsülü eyni anda ekspedisiyada olmuş olacaq.
Deməli, Veysel getmiş olmamalıdır. Veysel getmiş olmursa, Veyseli silirəm. Astrofizik kimi qalır Leyla. Artıq Leylanı buradan silsəm, energetika kimi qalır Davud. Davudu burada silsəm, deməli, bizim həkim də olur Hikmət şəklində. İndi deməli, bu məntiqlə Veysel də gedə bilmir deyə Y variantda gedir. Qalır cavab kimi A variantı. Yəni, bu şəkildə dostlar, sualımızı həll eləmiş oluruq. Keçsəm indi digər sualımıza. 55-57-ci sualları əhatə eləyən bu məşhur Honda sualı, Honda Opel. Yəni, maşın, avtomobillə əlaqəli bir qəşəng sualdır. Mənim bəyəndiyim suallardan biridir və sizin dim sınağınıza düşmüş bir sualdır. Yəni, buna bənzər bir dənə sual mütləq şəkildə düşəcək. Ona görə hazır olun. Baxın, dostlar. Bu tipli suallarda çox parametrlidir deyə müəyyən bir cədvəl qurmalıyıq. Gəlin, yuxarıda ata adlarını qeyd eləyək. Ata adları yuxarıda olsun. Ya istəsəz yuxarıda olsun, ya istəsəz aşağıda olsun. İndi onu müəyyənləşdirək. Baxın, burada olsun ata adları. Atan adlarını oradan qeyd edək. Bu hissədə olsun bizim oğullar. Bu hissədə olsun bizə saat yerləşdirək. Sonra maşın var. Bir də nə var? Bir də bizdə müəyyən bir yerlər var, məkanlar var. Şəhərlər yazıq, şəhər. Deməli, 5 dənə özəlliyi var. İndi bu 5 özəlliyi doldura həll eləmiş olacaq. Əslində, dostlar, bu tipli suallar olduqca rahat olur çox vaxt. Niyə? Elə dedikləri cümlədən əsasən elə o nəticələrə bir növ gələ bilirik sanki. İndi, görək bu sualda həmin o istədiyimiz tiplərdəndirmi ya yox. Baxıram, yazıb ki, atalardan ikisinin adı ilə oğlunun adı eyni hərflə başlayır. Baxın, atalardan ikisinin adı ilə oğlunun adı eyni hərflə başlayır. Görək bu hansılar ola bilər? Məsələn, baxıram ki, Elman və Eltac Sənanla da ya Sabir ya Səlim olacaq. Amma bilirəm ki, Elman və Eltac bir arada olmalıdır. Ona görə baxın, bu hissədən, bu sətirdən Elman, atanın adı Elmandır. Elman yazacaq. Və oğlu kimi kim olacaq? Eltac olmuş olacaq. Baxın, Elman, Eltac. Bu hissəni yaratmış oldu. İndi baxıram. Məsələn, Elmana aid olan xüsusiyyətlər artıq buradan qeyd edilmiş olacaq. Yəni, Elmanın oğlu, Elmanın saatı, Elmanın maşını, Elmanın şəhəri. İndi görək onlar nədir? Hətta bu hissəni belə silim ki, daha rahat tutun. Ata oldu Elman, oğul oldu Eltac. Çünki bizə deyir ki, atalardan ikisinin adı, oğlunun adı ilə eyni hərflə başlayır. Bu Elman və Eltac və yaxud da Sənan ilə Sabir və yaxud Səlimdir. Sadəcə indi bilməyəcəm Sənana Sabirmi yoxsa Səlimmi uyğun gələcək. Bir yerdə qeyd edirəm. Sabir və Səlim. Sonra deyir, BMW-də Füzuliyə gedən, Gəncəyə gedəndən 1 saat sonra evdən çıxıb. Deməli, BMW-də Füzuliyə gedir bir nəfər. Və Gəncəyə gedəndən 1 saat sonra evdən çıxıb. Bu cümləni bir daha geri qayıdıb oxuyacağım. Nissanda gedən Mehdi Zaurun atası deyil. Deməli, Nissanda gedən Mehdidir atalardan və o Zaurun atası deyil. Buna görə bir dənə bura Zaur yazıb üstünə xət çəkəcəm ki, Zaurun atası Mehdi deyil. Sanki biz burada elə bir Xoşqədəmin verilişi kimi atanı, oğlu, maşını, saatı filan təyin edirik. Bir dənə qeyd elədiklərimin də üstünə xət çəkim ki, rahat görə bilək. Elman Eltac, Mehdini qeyd eləmişəm və maşınlardan da Nissanı qeyd eləmişəm. Saat 17:00-da evdən çıxan Honda-da Şəkiyə, Ramizin yanına gedir. Saat 17:00-da biri evdən çıxır və Honda maşınında Şəkiyə, Ramizin yanına gedir. Deməli, baxın, bu avtomatik Elman ola bilməz. Ramizin yanına gedir. Ramiz başqa bir şəxsin oğludur. Deməli, Ramizi buraya yazacağım və bu həmçinin Mehdinin də oğlu ola bilməz. Niyə? Çünki Mehdi Nissan ilə hərəkətə keçib. Amma bu Honda ilə gedib. Deməli, Ramiz başqa bir filankəsin oğludur. İndi Ramizin yanına gələn şəxs Honda maşınında gəlib, maşın olaraq Honda-da gəlib və Şəkiyə gəlib. Evdən də neçədə çıxıb?
17:00-da çıxıb. Baxın, artıq bir neçə özəllik burada qeyd edilmiş oldu. Gəlirəm burada 17:00-un Honda'nın, Şəkinin və Ramizin üstündən qəşəngcə xətti çəkirəm. Fikir verin, artıq bir neçə özəlliyi də tapdıq. Sabir saat 14:00-da evdən çıxmış olub. Sabir 14:00-da evdən çıxıb. Bir dənə bunu belə qeyd edirik. Qeyd elədik. Bərdədə xidmət keçən Sənanın atası digər ataların ikisindən tez və ikisindən gec yola çıxıb. Bir nəfər var ki, ikisindən gec çıxıb, ikisindən tez çıxıb. Bu avtomatik Sabir ola bilməz. Niyə? Sabir 14:00-da gedib və bir nəfərdən sadəcə gec çıxıb. Bizə 2 nəfərdən gec çıxan lazımdır deyə bu avtomatik 16:00-a uyğun gələcək. Və baxın, avtomatik Sənanın atası Sabir ola bilmədi. Niyə? Bizdə Sənanın atası barədə danışır. Və bu Sabir ola bilmədisə kim qalır Sənanın atası kimi? Səlim qalır. Deməli, Sənanın atası bizdə. Kim oldu? Səlim oldu. Sənanla Səlimi də silirəm. Və o 16:00-da evdən çıxıb 2 atadan tez, 2 atadan gec yola çıxıb. Bərdədə xidmət keçir. Bir də bilirəm ki, bu Sənan. Bərdəni də yazdım bura. Baxın, Bərdəni də üstündən xətti çəkirəm. Fikir versəz, artıq demək olar bir çox şeydə yenə təyin eləmiş olduq. Amma hələ ki mən maşını bilmirəm. Fordda gedən evdən saat 20:00-da çıxıb. Bu kimdirsə Ford maşında gedib və daha gec 20:00-da çıxıb. Amma ilk olaraq bunu biləm ki, baxın, Eltac, Ramiz, Sənan. Biləm ki, Mehdinin oğulları ola bilməz, yazmışam. Bir də Mehdinin oğlu Zaur da ola bilmir. Mehdinin oğlu Zaur da ola bilmirsə, Mehdinin oğluna kim qalır? Kamal qalır. Cəld buraya yazıram Kamalı. Baxın, Kamal da gəldi bu hissəyə. Fikir verin, Mehdiyə aid olan Mehdinin uşağında qeyd eləmiş oldu. Geri qaldı Zaur, o da burada qeyd ediləcək. Sadəcə onun barədə hələ ki dəqiq məlumatım yoxdur. Sonra dostlar, baxın, bizdə nə demişdi? Sabir saat 14:00-da evdən çıxıb. Bunu mənə boşuna verməz ki. Baxın, Sabir saat 14:00-da çıxıbsa, 14:00-da buraya yaza bilmərəm, burada Elmandır. Bura Mehdidir. 14:00-da yaza biləcəm yer qalır bura və şəxs olaraq da Sabir avtomatik buraya yazılmış olacaq. Baxın, deməli Sabirin oğlu Zaur imiş. Sabir də getsə, baxın, geri bir dənə ata qalır Arif. Arif də avtomatik bu hissəyə uyğun gələcək. Baxın, ataları tapdıq, oğulları tapdıq. Qalıb saatlar demək olar. Həmin saatları da müəyyənləşdirib cavabı təyin eləyə bilərik. Fordda gedən evdən 20:00-da çıxıb. Baxıram, Fordda gedən 20:00-da çıxıb. Saat olaraq 14:00-da da silsəm, 13 saat 20:00 qalıb. Baxın, mən Mehdiyə 20:00 yaza bilmərəm. Onun maşını Nissandır. Deməli, avtomatik 20:00 yuxarıya yazılacaq. Burada qalacaq 13:00. Baxın, saatlar da avtomatik təyin olundu. Və burada hansı maşının oldu artıq? Ford uyğun gəldi. Ford'u da ora qeyd eləmiş oldu. Ford'u da qeyd eləyəndən sonra, baxın, Ford'u da sildim. Qalır Opel və BMW. Opel ilə BMW-dən indi hansı uyğun gələcək bizim cavab üçün? Baxın dostlar, ən azından buradan görmək olur ki, BMW-də Füzuliyə gedən, Gəncəyə gedəndən 1 saat sonra evdən çıxıb. BMW-də gedən şəxs Füzuliyə gedir. Baxıram, BMW-də gedən şəxs Füzuliyə gedirsə, bizdə maşınlardan Ford, Nissan, Honda tapılıb. Tapılmayan Opel və BMW-dir. Mən BMW-ni öldür, bura yaza bilmərəm. Ora Bərdəyə gedir. Ona görə BMW gəlir bu hissəyə. Avtomatik onda Füzulidə hara gəlir? Bu hissəyə gəlir. Və baxın, BMW-də gedən, BMW-də Füzuliyə gedən, Gəncəyə gedəndən 1 saat sonra evə çıxıb. 14:00 hansı saatdan 1 saat sonradır? Təbii ki 13:00-dan. Deməli 13:00-da hansı maşın uyğun gələcək? Daha doğrusu hansı şəhər uyğun gələcək? Gəncə. Baxın, Gəncəni də bura yazmış oldu. Baxın, BMW-ni sildim. Maşınlardan Opel qaldı ki bu boşluğa düşür. Baxın, Gəncəni sildim. Şəhərlərdən Quba qalır ki bu boşluğa düşür. Diqqətlə baxsaq, bütün çərçivələrim dolmuş oldu. İndi bundan əsasən sualı təyin edirik, sualı həll edirik. Deyir, səhv variantı seçin. Elman Honda'da yola çıxıb. Baxıram ki, Elman bizdə Fordda yola çıxıb. Honda'da yola çıxan kimdir? Arifdir. Elə A variantı səhvdir. Sabir Füzuliyə yollanır. Həqiqətən Füzuliyə yollanır. Baxın, Sabir Füzuliyə yollanır. Mehdi Gəncəyə yollanır. Baxıram, Mehdi həqiqətən Gəncəyə yollanır. Sonra Zaur Füzulidə xidmət keçir. Baxıram ki, bizim bu Zaur buradadır və həqiqətən Füzulidə xidmət keçir.
Kemalın atası 13:00-da evdən çıxıb. Baxıram ki, Kemalın atası həqiqətən 13:00-da evdən çıxıb. Kemal buradadır. Sonra Qubaya yollanan ata saat neçədə evdən çıxıb? Qubaya yollanan ata buradadır. 20:00-da evdən çıxıb. Cavab oldu. Kemalın atası kimdir? Baxıram ki, Mehdidir. Variant oldu. Keçək növbəti suala. Bildiyim qədərilə elə o biri səhifədədir. Və digər uzun məsələlərdən biri. Təxrisat məsələsi. 2023-cün qəbul sualı. Ona görə hətta təkrar düşmə ehtimalını mən böyük görürəm bu sualın. Niyədirsə, içimdən elə bir hiss keçir. Bir növ bunu yadda saxlasınız, yaxşı olar sizin üçün. Deyir ki, yenə fikir verək. Burada özəlliklər nədir? Müəyyən bir xidmətlər var. Hərbi hava qüvvələri, sərhəd xidmətləri, daxil qoşunlar, quru qoşunlar və hərbi dəniz qüvvələri. Buradan deyir, ikisi oktyabr, digərləri yanvar, aprel və iyun aylarında təxris olunacaq 4 əsgər və bir matrosun yanına gələn qohumları ata, baba, əmi, kuzen və qardaş qatar, avtobus, taksi, motosiklet və təyyarədən istifadə ediblər. Və deyir ki, hər bir qohumda yalnız bir nəqliyyat vasitəsində istifadə edib. Özəlliklər nədir? Hərbi hava qoşunları, ümumiyyətlə qoşunlar yazaq, qoşunlar. O şəkildə daha yaxşı olsun. Yəni, ilk hissədə qeyd olunacaq qoşunlar. Qoşunlar üçün biraz daha geniş yer yazım, qoşunlar. İkinci hissədə olsun əskərlər. Üçüncü hissədə olsun aylar. Dördüncü hissədə olsun qohumlar. Və sonuncusunda da nəqliyyat olsun. Bu şəkildə qeyd edək. Əskər saydı ümumi 5 dənədir. 4 əskərdir, bir nəfər də matrosdur. İndi o matros da bilir ki, erdir. Çünki öz dəqiq edir. Bir matros er. Deyir ki, hərbi hava qüvvələrində xidmətini başa vurduqdan sonra apreldə təxris olunacaq. Nəvəsini ziyarət edən şəxs avtobusa gəlir. Baxın, cümlə başdan gəlizdir. Ona görə qeyd edilir. Hərbi hava qüvvələrində xidmətini başa vurduqdan sonra. Deməli, bir nəfər var ki, hərbi hava qüvvələrində xidmətini keçirir. Və bilirəm ki, hərbi hava qüvvələridirsə, bu matros ola bilməz. Matros dənizdə olur. Deməli, hərbi hava qüvvələri buraya yazıram. Başlıq hərflərini yazacağım. H, G. Yəni, hərbi hava qüvvələri. Hətta rəngi dəyişim daha yaxşı olsun. Hərbi hava qüvvələri. Və deyir ki, apreldə tərxis olunacaq nəvəsini ziyarət edən şəxs. Baxın, hərbi hava qüvvələrində bir nəfər əskər var və apreldə tərxis olunacaq. Ay olaraq ona görə apreli buraya yazıram. Baxın dostlar, hərbi hava qüvvələrinin yerini qeyd elədim və aylardan apreldə qeyd elədim. Və deyir ki, hərbi hava qüvvələrində xidmətini başa vurduqdan sonra apreldə tərxis olunacaq nəvəsini ziyarət edən şəxs avtobusla gəlib. Nəvəsini ziyarət edən şəxs deyir. Nəvə deyirsə, deməli bu qohum kim olmalıdır? Baba olmalıdır. Qohum olaraq baba yazacaq. Və deyir ki, avtobusla gəlib. Nəqliyyat vasitəsi kimi də avtobusu yazmış olacam. Baxın, artıq bir neçə özəlliyi qeyd elədik. İyulda tərxis olunacaq. Baxın, bir nəfər də iyulda tərxis olunacaq. Qeyd edirəm. Hətta iyul ayında buradan silirəm. İyulda tərxis olunacaq. Hərbi dəniz qüvvələrinin matrosu. Hərbi dəniz qüvvələrinin matrosu. Matros deyir dostlar. Matrosdursa bu er olacaq. Eri avtomatik buraya yazıram. İndi iyulda tərxis olunacaq. Hərbi dəniz qüvvələrinin matrosu olan qardaşı oğlunu ziyarət edən şəxs qatarla gəlib. Qardaşı oğlunu ziyarətə gəlib. Baxın, bir nəfərin qardaşı oğlu həmin nəfərə nə deyəcək? Əmi deyəcək. Çünki qardaşının oğludur. Deməli, həmin nəfərin atasının qardaşıdır. Əmidir bu. Əmi qatarla gəlib. Qohum əmidir və qatarla gəlmiş olur. Qatarı silirəm və əmini də silirəm. Hərbi dəniz qüvvələrində silmiş oluram. Baxın dostlar. Qaldı 2 oktyabr, digərləri yanvar, aprel və iyul ayları deyirdi. 2 dənə oktyabr qalıb, bir dənə də nə qalıb? Yanvar ayı qalıb zamanlarda. Sonra deyir, sərhəd xidmətində xidmət edən K, baxın, sərhəd xidmətidir. S, X yazacaq. Və bu kimdir? Sərhəd xidmətində xidmət edən K. K-nı da buradan silək. Sərhəd xidmətində xidmət edir. Onu da buradan silək. Sərhəd xidmətində xidmət edən K, oktyabrda bilirəm ki, tərxis olunmayacaq. Oktyabrda tərxis olunmursa, geriyə nə qalır? Yanvar qalır. K oldu yanvarda. Baxın dostlar, bizdə 5 nəfər
Əskərdir. 4 əskər, daha doğrusu 1 matrosdur. 5 nəfərdir. Aprel, iyul, yanvar 3 nəfər getdi. Geriyə 2 nəfər üçün tərxisat zamanı qalır. O da ikisi də nəyə təsadüf edəcək? Oktyabr. Deməli bu ikisinə də bir dəfə ilə nə yazacağam? Oktyabrı yazmış olacağam. Yazıram bu şəkildə. Artıq bütün aylar təyin olunmuş oldu. Və bilirəm ki, sərhəd xidmətində xidmət edən K. Oktyabrda tərxis olmayacaq. Oktyabrda tərxis olmadı deyə yanvara uyğun gəldi. Onu görməyə qohumu təyyarə ilə gəlir. Deməli, təyyarə ilə gəlmiş olub. Qohum kimdirsə, təyyarə ilə gəlir. Təyyarəni də sildim. Baxın, qaldı taksi və motosiklet. Sonra N daxili qoşunlarda xidmət etmir. N bilirəm ki, bizim bu N daxili qoşunlarda xidmət edir. Onun yanına gələn qardaşı motosikletə minməyib. İlk olaraq onun yanına gələn qardaşıdır. Qohumlardan qardaşı yazıram. Bura niyə yazdığımı indi deyəcəm. Bura yazmaq səbəbim, qardaşı bura yazsam, qohum olaraq N yox K uyğun gəlmiş olur. Qardaşı deməli digər boşluqları yazmalıyam. Ona görə düşdü qardaş ora. Qardaşı silək buradan. Və o bilirəm ki, motosikletə minməyib. Motosiklet avtomatik baxın, 2 dənə nəqliyyat vasitəsi qalmışdı. Taksi və motosiklet. Motosikletə minmişsə bura taksi düşür. Motosiklet də avtomatik bu boşluğa uyğun gələcək. Baxın, bütün nəqliyyat vasitələri də bitmiş oldu. Bütün nəqliyyat vasitələrini qeyd elədim. Və bilirəm ki, N daxili qoşunlarda xidmət etmir. Daxili qoşunlarda xidmət etmirsə, qalıb bir dənə daxili qoşunlar xaric quru qoşunları. Deməli, bu hissəyə N yazacağım, çünki qardaşı onu ziyarətə gəlir və bu hissəyə daxili qoşun gəlmirsə, quru qoşunları uyğun gəlmiş olacaq. Daxili qoşunlar da avtomatik bura gəlir. Yenə təkrarlayıram. N daxili qoşunlarda xidmət etmir. Daxili qoşunlarda xidmət etmir deyə N-i bura yaza bilmərəm. Niyə? Səbəbi, N-i oraya yazsam, onun yanına gələn qardaşıdır, babası deyil. Ona görə N oraya yazılmır, N bu iki boşluqdan birinə yazılacaq. N-i burada yazdığımı düşündüm. N-i oraya yazdım, baxın. Yenə bu hissələri silirəm ki, tam sıfırdan başa düşək. N-i yazdım oraya. Və bilirəm ki, N daxili qoşunlarda xidmət etmir. Avtomatik daxili qoşunlar xaric, bir də quru qoşunlar qalıb. Amma buna gəldi, quru qoşunlar düşdü. Digər də avtomatik oldu, daxili qoşunlar. Fikir verin, qoşunlar da bu məntiqlə gedir. Və deyir ki, onun yanına gələn qardaşı motosikletə minməyib. Onun yanına qardaşı gəlib və motosikletə minməyibsə, geriyə 2 dənə qalmışdı, motosiklet və taksi. Deməli, taksi uyğun gələcək. Motosiklet də avtomatik bura uyğun olur. Baxın, taksi və motosiklet də bu şəkildə qeyd elədim. Və indi baxıram ki, ona aid özəlliklərin hamısını da qeyd elədim. M-i görməyə kuzeni gəlib. Baxıram ki, M-i görməyə kuzeni gəlibsə, M bura ola bilməz. Burada baba gəlib. Deməli, M bura uyğun gəlir. Kuzeni də bura yazmış oldum. Və kuzeni bura yazdıqdan sonra geriyə baxıram ki, kuzeni də silsəm, qohumlardan bir dənə ata qalır. Ata da bu düşdü bu boşluğa. Hərflərdən də baxın, M-lə N-i də qeyd elədim, bir dənə L qalıb. L düşdü bu hissi. Diqqətlə fikir versək, artıq biz sualımızın bütün uyğunluğunu müəyyənləşdirmiş olduq. Oktyabrda tərxis olunacaq şəxslər kimdir? Baxıram, oktyabrda tərxis olunacaq şəxslər N və M-dir. Y variantı uyğun gəlir. Quru qoşunlarda xidmət edən əskəri görməyə kim gəlib? Quru qoşunları buradadır və onu görməyə qardaşı gəlib. C variantı uyğun gəlir. Mətndə verilənlərə görə aşağıdakılardan hansını müəyyən etmək mümkündür? Kimin hərbi hava qüvvələrində xidmət etdiyini. Baxın, hərbi hava qüvvələri buradır. Kim gedib? El gedib. Bunu tapmışıq. Biri müəyyənləşdirdik. 1 olur. Plus. 1 olan variantları saxlasam D ilə Y gedir. Kimin daha tez tərxis olunacağını. Buna sonda qayıdacaq. Kimin ziyarətinə qohumunun avtobusda gəldiyini. Baxıram ki, Elin ziyarətinə avtobusda qohumu baba gəlir. Bunu müəyyənləşdirmək olur. 1-3 uyğun gəldi. Avtomatik onda C-ni də silirəm. Ya cavab adı, ya B-dir. Amma cavab A-dır deyil, B-dir. Niyə? Dostlar, kimin daha tez tərxis olunacağını bilə bilmədik. Deyə bilərsiniz ki, yanvar ayı müəllim daha tezdir. Onsuz da yanvar ayında olan K-dır, cavab olaraq elə bunu da təyin eləmək olur. Amma doğru deyil. Bəlkə bu 2024-ün yanvarıdır, digər 2023-ün oktyabrıdır. Yəni sizə il olmur, il olaraq verməyib. Sadəcə ay olaraq verib ki, filan aylarda tərxis olunacaqlar. Sizə il verməyib deyə heç bir halda bunu dəqiqləşdirə bilməyəsiniz. Ona görə B variantı doğru olur. Bunu mütləq şəkildə deyə bilmərsiniz. Biz müəyyən etmək mümkündür, lazımdır. Bunu müəyyən etmək mümkün deyil. 2 olan variantları da atırıq, qalır cavab kimi B variantı.
Keçirik digər suallara. 61 sadə suallardan biridir. Şərti səhv olsa belə qəbulda 2020-ci ilin qəbul olmalıdır. Orada görmüş olarsınız. Baxın, götürün aralarına şifrələrə aid olan bir sualdır. İlk simvol 2-ni. Görürsünüz buradadır. Keçib bu hissəyə. İndi 3-cü hissədə də buradadır. Baxın, 2-nin yerinə hansı simvol uyğun gəlirsə, digər yerlərdə də eynisi olmalıdır. Məsələn, burada 2-nin yerində D-dir. Amma baxın, burada 2-nin yerində C-dir. Biri D, biri də C ola bilməz. Şifrələrdə əsas qızıl qayda. Eyni bir simvolun şifrəsi mütləq eyni olmalıdır. Müxtəlif simvolun şifrəsi müxtəlif olmalıdır. A getdi. Baxın, 2-nin yerində H-dir, 2-nin yerində H-dir, 2-nin yerində H-dir. Saxlayıram. C variantında 2-nin yerində C-dir. Burada amma 2-nin yerində H-dir. C-ni atdım. 2-nin yerində F-dir, 2-nin yerində H-dir. D-ni atdım. 2-nin yerində K-dır, 2-nin yerində C-dir. Y-ni atdım. Qaldı cavab kimi təkcə B. Keçsəm 62-yə. Qanuna uyğunu müəyyən edib doğru variantı təyin eləməliyik. Bu qədər eləsən bəsdir. Baxın dostlar, burada qaranın və ağların hərəkətinə fikir verəcəyik. Baxın, qara. Görürəm ki, belə idi. Sanki bunu bir damcı belə çevirdilər 45 dərəcə. Oldu dik vəziyyətdə. Yenə 45 dərəcə çevirdilər, oldu belə. Baxın, belədir. 45 dərəcə çevirdilər əksinə, oldu belə. 45 dərəcə çevirdilər, oldu dik. İndi baxıram ki, bizim ilk olaraq qara gərək bu vəziyyətdə olsun ki, 45 dərəcə əksinə çevirəndə yadda saxlayın. Keçib olsun belə, bir dəfə də 45 dərəcə əksinə çevirsinlər, olsun vəziyyəti belə. Deməli, bizim qara gəlib olmalıdır bu şəkildə. Baxıram ki, o şəkildə olan variantlar elə təkcə B variantıdır. Cavab olaraq B çıxır. Heç əziyyət çəkmədim, sualı heç həll eləmədim demək olur. Bəs ağı necə görürük? Ağ baxın dostlar, bir dəfə belə bir diaqonal olur, 90 dərəcə döndərilər, bir dəfə belə olur. Təzədən yenə 90 dərəcə döndərilər, yenə belə bir diaqonal olur. Sadəcə ağla qara üst-üstə düşüb deyə görə bilmirik. Baxın, ağ bu dəqiqə buradadır. 90 dərəcə döndəriblər, olub dik vəziyyətdə, bir dəfə də 90 dərəcə döndəriblər, olub üfüqi vəziyyətdə. İndi, ağ ilk olaraq, baxın, bu vəziyyətdə olmalıdır. 90 dərəcə çevirəndə olsun belə, 90 dərəcə çevirəndə olsun bu vəziyyətdə. Deməli, ağın vəziyyəti 90 dərəcə hərəkət, qaranın ilk isə 45 dərəcə əksinə hərəkət. Qanuna uyğunu müəyyən edib doğru olan variantı seçək. Elmlərdən biri olaraq baxın riyaziyyat götürülüb, nəşrlərdən biri olaraq da jurnal götürüləcək. Variant oldu C. 64. Sual əvəzinə uyğun olanı seçək. Baxın dostlar, bu da məşhur suallardan biridir. Bəlkə Telegramda filan ən çox qarşınıza gələn sual tiplərindən biridir. Götürün burada 5 ilə 4-ü birləşdirin. 54. Baxın 6-ya böləndə verir 9-u. 6 ilə 5-i birləşdirin 65. 5-ə böləndə verir 13-ü. Baxın bir dəfə 6-ya böldüm, indi 5-ə böldüm. Fikir versəz, indi 4-ə böləcəm. 96-dır, bölürəm 4-ə, eləyir 24. Deməli, 6-ya böldüm, 5-ə böldüm, 4-ə böldüm, indi 3-ə bölməliyəm. Görə 3-ə nəyi böləcəm? Baxın, 6 ilə 9-u birləşdirəm, 69. 69-u 3-ə böləndə 23 edir. Deməli, bir növbətisində isə 2-yə bölməliyəm. 7 ilə 6-ını birləşdirəm, 76 bölü 2 verəcək mənə 38 qiymətini. Variant oldu ki. Yer yoxdur. Keçək 65-ci suala. Bunu da bu tərəfə yığışdıra bilsəm əla olar. 65. Maraqlı və bir o qədər rahat suallardan biridir, dostlar. Burada nə edir? İlk olaraq yuxarıdakını analiz edib həll edin. Baxın dostlar, götürün, üçbucaq yaranıb deyə bu kvadratı üçbucaqlara bölün. Bölmək üçün bir dənə belə bir diaqonal keçirin, 2 dənə üçbucağı bölün. Baxın, görün, diqqətlə fikir versə, bu üçbucaq düşüb aşağıya. Baxın, buradakı da qalxıb yuxarıya bu vəziyyətdə. İndi eynisi ilə, eyni diaqonalı çəkirəm. Baxın, yuxarıdakı hissə, fikir versək, tapa bilsən pozanı. Bu hara keçdi? Bir damcı bunu 45 dərəcə saat əqəb istiqamətində döndəriblər. Gəlib yapışdırıblar alt tərəfə. Baxın, indi biz də buradakı hissəni 45 dərəcə saat əqəb istiqamətində döndərib alt tərəfdə çəkməliyik. Onda gəlib baxın, bu vəziyyətdə bir şey yaranacaq. İndi fikir verəm ki, bu altdakı hissəni isə 45 dərəcə saat əqəb istiqamətində döndərib yuxarıya birləşdiriblər. Deməli, bu altı da biz 45 dərəcə saat əqəb istiqamətində döndərib düz vəziyyətə gətiririk və yuxarıya birləşdiririk. Birləşdirəndə, baxın, bu vəziyyətdə yaranmış olacaq. İndi məndə şəkil çox bərbad oldu. Variant olaraq C uyğun gəlir. 66-cı sualda deyir ki, bakteriyalar qabın içində hər saatda həcmlərini 4 dəfə artırırlar. Yəni, məsələn, əvvəl X idi,
Tutaq ki, saat 5-dir, saat x-dir. Artıq tutaq ki, 1 saat sonra 4x-ə qalxır bunların həcmi. Fikir verirsiniz, 4 dəfə həcmləri artmış olur. Deyir ki, əgər saat 10-da qabın yarısı dolu olsa, saat neçədə qabın 8-də biri dolmuş olur. Deməli, bu bir qab olsun. Qabın yarısı artıq bakteriyalarla dolub. 2də 1 x-i dolu bakteriyalarla. Bizə lazımdır ki, görəsən qabın 8də 1, yəni 8də 1 x nə vaxt, saat neçədə dolmuş olur. 10:00-da yarısı dolur. Baxın, burada heç çətin düşünmürük. 2də 1 x nə isə 4 dəfə artması nəticəsində ortaya çıxır. Yəni, məsələn, tutaq ki, qabımız olsun, nümunə üçün 800 litr. Saat 10-da yarısı dolub, 400 litr. 1 saat əvvəl 100 litr olmalıdır. Niyə? Çünki biz bilirik ki, hər saatda 4 dəfə həcmləri artıb. Əvvəl 100 litrdir. 1 saat sonra 4 dəfə artıb olub 400 litr. Fikir verin, 100 litr özü 800-ün elə neçə hissəsidir? 8də 1 hissəsidir. Deməli, saat 10-da 400 litr, yəni yarısı olubsa, 1 saat əvvəl saat 9-da bu 100 litr olub, yəni 8də 1 hissəsi olub. Ya da yoxlamaq istəsə 8də 1-in həqiqətən 4 misli gəlib sizə nəyi verəcək? 2də 1-i. Deməli, 1 saat öncə, ondan 1 saat öncə bu 8də 1 hissəsini doldurmuşdu. 4 dəfə artandan sonra isə artıq yarısını doldurdu. Ona görə cavab kimi B-ni qeyd eləmiş oluruq. Cavab olaraq nə uyğun gəlir, onu müəyyənləşdir. Baxın dostlar, burada içəridəki və çöldəki üçbucaqlar, kvadratlar kömək eləyəcək cavabı tapmaqdır. Fikir versiniz, 5 ilə 3 var, bir 8-ə birləşir, bir də 4-ə. Necə? Baxın, götürürlər 5-dən 3-ü çıxırlar 2, kvadratı olur 4. 5 ilə 3-ü toplayırlar 8, amma baxıram ki, burada 8 alındısa, digərlərində də eyni məntiq olmalıdır. 9 ilə baxın, 3-ü toplayıram, 12 yaranıb. Amma içəridə 216. Deməli, cəm olmayacaq. Yenə elə çıxmaya baxsam, 5 ilə 3-ün fərqi 2-dir. Kvadratı 4. 5 ilə 3-ün fərqi elə 2-dir. Kubu nədir? 8-dir. Görək, bu həqiqətən ödür ya yox. 9 ilə 3-ün fərqi 6-dır. Kvadratı 36, kubu 216. Baxıram, alında hər ikisində, burada da tətbiq eləyək. 7 ilə 2-in fərqi 5-dir. 5-in kvadratı 25, 5-in kubu el olacaq 125. İndi 4 ilə 1-in fərqi 3-dür. Kubu fikir verin 27-dir. Kvadratı isə nə olacaq? 9 olacaq. K deməli 9, el deyib Y yazıram. Elde 125. İndi K plus L'yi soruşur bizdən dostlar. 125 plus 9 verəcək mənə 134 qiymətini. 67-yə keçirik. 67 də qəşəng suallardan biridir. Fikir versəz, sonu 0 olanlarına ən azı tutmaq olur ki, bunlar bir qruplaşacaq, digərləri də 1. Burada nə edir? Baxın, 3-dür, 3-ün 2 misli 6-dır, 6-nın 2 misli nədir? 12-dir. İndi 10-un 2 misli 20-dir, 20-nin 2 misli də burada nə olmalıdır? 40 olmalıdır. Deməli, bura 40 düşür. İkinci sual işarəm 40-dır. A-dır, D-dır, Y-dir, gedir. Sonra baxın dostlar, buradan da görmək olur. 6-dır, 2 misli 12-dir. 12-dir, 2 misli 24-dür. İndi eyni məntiqlə 5-dir, 5-in 2 misli 10 olmalıdır. 10-un da 2 misli nə olsun? 20 ola bilsin. Deməli, birinci sual işarəmdə 10-dur. C 10, 40 doğru cavabım olacaq. Bunu bəlkə də cəmlə eləyənlər də olur. Amma elə bu şəkildə yadda saxlasaz daha yaxşı olar. Cəmlə də tapmaq mümkündür bu arada. 68. 68-ci sual maraqlı suallardan biridir. Götürür burada nə edir? Baxın, ortadakı 9 ilə 5-i vurur bir-birinə 45. Üstünə gəlir 8 ilə 6-nın hasili 48-i. Verir 93. Demək, ortadakıların hasili toplansın, kənardakıların hasili. Baxıram, 5 vur 4, 20, üstə gəlsin. 7 vurulsun 9, 63. Verir 83. 6 vur 2, 12, plus 9 ilə 1-in hasili 9. 12 plus 9, 21. İndi 2 ilə 7-nin hasili 14. 6 ilə 9-un hasili də 54. 14 plus 54 verəcək 68 qiymətini. Elə 68-ci sualın cavabı da özü kimi 68 oldu. Keçirik son 2 suala. 69-da qanuna uyğunluq müəyyən edib doğru variantı təyin edin. Baxın dostlar, sadə düşünəcəm. Çox sadə şəkildə. Cəmləyirəm, verir 48-i. Baxın, cəmləyirəm, 48 verir. Cəmləyirəm, 48-i verir. Cəmləyirəm, 48 verir. Heç nə. Burada da cəmləyəndə 48 verməlidir. Baxın, burada 94-dür cəm. Burada 52-dir.
Burada 60'dır, burada 44. Amma burada baxın 30 plus 18 48'i verir. Keçirəm 70-ə. Son sualdır. 70-də görək bizdən nə istəyir? Baxın 1-dən 9-a qədər fiqurlar rəqəmlənməlidir. İndi hansı fiqur, hansı rəqəmə uyğun gələcək onu bilməliyik. Və bilirəm ki, müxtəlif fiqurlar müxtəlif qiymətlərə malik olmalıdır. İlk başlayacağım yer buradır. Nə demişik? Hər zaman bir dənə fiqurun çoxlu fiqurlara bərabər olduğu hissədən və ya da ağır olduğu hissədən baxmalıyıq. Buradan baxanda baxın, bunlara adi 2 qiymətini belə versəm, 5 dənə 2 10 eləyir. Bu 10 ala bilməz. Maksimum ala biləcək qiymət 9-dur. Deməli, ağ dairələr nə olur olsun həmişə 1-dir. Ağ dairələrimiz oldu 1. Onda boz dairəm də olacaq 1, 1, 5 dənə 1, 5. Tarazığa görə burada olacaq 5. Boz dairəm oldu 5. Burada B yazacağım içinə ki, boz dairədir. Boz dairəm 5-dirsə, baxın burada da var. 5 nədən ağırdır? İndi üçbucağın yerinə daha kiçik qiymətlər qoyacağım. 2, 3, 4 məsələn. 3 belə qoysam 6 eləyir, 6 5-dən ağırdır. Belə olmalıdır. Deməli, üçbucağı verəcəyim tək qiymət 2-dir. Üçbucaqlar oldu 2. Üçbucaqlar da 2 olandan sonra görək nə edirik. Baxın dostlar, indi bura gəldim. Görürəm ki, 2 dənəsi birindən yüngüldür. Bax, bunun ala biləcəyi 3-dür, bir də qiymət 4-dür. 6 ola bilməz, 12 eləyir, bu gərək 13 qiyməti olsun. 3, 4. 3'ü qoysam 6 eləyir, bu olacaq ya 7, ya 8, ya 9. Baxın, 7 verəcəm. Əslində heç birindən alınmır. Sadəcə indi 7 ilə birini yoxlayaq, ispat eləyək bunu. 3 versəm, 3 tutaq ağ kvadratdır. 7 də olsun qara kvadrat. Bunun nümunəsini indi deyirəm. Baxın, biz nə demişdik? Tarazı vəziyyətdirsə qalanlardan bu hissəyə ağır qiymətlər verəcək, buralara yüngül. Ağ kvadrat 3'dür. Buna görə 9 qiymətini verim. Qara üçbucaq olsun 9, burada ümumi 12 olsun. Burada da indi 12 yaratmalıyıq tarazığa görə. Ona görə ən kiçik qiymətlər verəcəm. Baxın 4, 4 ən kiçik qiymətləri və buna 6'ını versəm belə, burada gəlib 14 yaranacaq. Yəni əslində bir baxımdan mənim bu ağ kvadrata 3 verməyim başdan səhv olacaq. Ağ kvadrata ona görə 3 vermirəm, 4 verirəm. 4, 4, 8. 8-dən ağır bilirəm ki nədir? 9'dur. Deməli, ağ kvadratım oldu 4. Qara kvadratım da avtomatik oldu 9. Qara kvadratda 9'a çəkdim. Baxın, 3, 6, 7, 8 qaldı. İndi bura 4 yazıram. Nə dedik? Tarazlıqdadır. Az olan fiqurlara daha böyük qiymətləri verək. Məsələn, 8'i verək ona. Qara üçbucağımız olsun 8. Burada neçə elədi? 12 elədi. Digər tərəfdə 12 yaradıq. 12 yaratmaq üçün, baxın, bunları 3 verərəm. 3, 3, 6. 6'nın üstünə gələndə 12 eləyir. Təbii ki, 6. Boz üçbucağımda olar 6. Baxın, fikir verin, onlar da boşluqdaydı. Deməli, qalan ədədlərdən hər iki tərəfdə 12, 12 qiymətdən yaratdıq. Bəs bu 7 nə oldu? Boşluqda axı. Fikir verin, burada ulduz var ki, yoxdur tərəzlərdə. Elə burada da qeyd edilir. Fiqurlardan biri tərəzlərdə yoxdur. Deməli, həmin o 7-də ulduz olacaq. İndi buna görə həll edək. Qara dairə üstəcə ulduz nə verir? Qara dairə 3-dür, ulduz 7-dir. 3 plus 7 verəcək 10. 1-ə deməli C düşür. 1C olan variantı saxlasam, elə C variantı qalır. A kvadrat 2'dir. Daha doğrusu A kvadrat 4'dür. A üçbucaq 2'dir. 4 plus 2 6'dır. 6'da A variantına uyğun gəlir. 1C 2 A. Həqiqətən A yazılır. Və boz üçbucaq 6'dır. Qara üçbucaq 8'dir. 6 plus 8 14'ü verir. 14'də Y variantına uyğun gəlir. 1C 2 A 3 Y. Variant oldu C. Belə dostlar, inşallah bu video sizin üçün faydalı olmuştur. Növbəti video izahlarda, video dərslərdə görüşmək ümidi ilə qalın sağlıcaqla. Allah amanında. Uğurlar hər birinizə. İnşallah imtahanınızda yaxşı olacaq. Narahat olmayın. Əsas odur, özünüzə güvənin. Həqiqətən hər bir şeyi bacaracağınızda inanıram. Əsas odur, ilk olaraq özünüzə inanın. Özünüzə inandıqdan sonra da hər bir şey həqiqətən yerində düşəcək. Uğurlar.